Salam değerli həmvətənlər. İlham Əliyev müharibə eləmək istəyir. Demək bu yaxınlarda may ayına kimi müharibə gözlənilir. Tək inşallah ki yalan olsun. Çünki mən istəmirəm həqiqətən də Azərbaycanda müharibə olsun. Çünki cavan gənclərimiz yenə də İlham Əliyevin siyasətinin qurbanı olacaq. Bu şərəfsiz 5000'den çok qəbir. Dağ başında soğuk varmış, geçit vermez, duman varmış, her tarafı altın sarmış. Düştü düşme tora, ceylan gözlüm, düşme tora, ceylan gözlüm, düşme tora, ceylan gözlüm. Kaşlarının karasından, kan süzülür yarasından, dikenlerin arasından çık kenara, ceylan gözlüm, çık kenara, ceylan gözlüm. Sevdim seçtim kulin içinde, yorgun düştüm gölün üstünde, susuz kaldım gölün içinde. 5000'den çox qəbir qazıb. Yəni bu yazılmış bir senaridir. Bu əvvəlcədən görür öz işini, bilir ki nə olacaq, nə olmayacaq. Ona görə də dəyərli xalqım, gözəl xalqım, bu şeyləri mən sizə indidən deyirəm. Sonra kimlərinsə Allah uzaq eləsin, balaları şəhid olanda üsyana qalxmasın. İndidən üsyana qalxıb bu müharibənin qarşısını almaq lazımdır. Çünki hər şey bizim öz əlimizdə olan bir şeydir. Müharibə olmağı da, olmamağı da, insanların hamısının, xalqın öz əlində olan bir şeydir. Yəni bir olub bu müharibənin qarşısını kəsməliyik.